fikir verin. Səsi görürsünüz, eşidirsiniz yəqin ki. Drel səsi. Bu evdə də, seansda və yaxud da ki, evdə də hər hansı bir video çəkəndə eyni səsi eşidirəm. Bu nəyə işarədir? Bu işarəni tuta bilirsənmi? Həyatında alınmayan işləri, həyatında yolundan getməyən işlər niyə görə alınmır? Niyə görə yenidən hər zaman başlayırsan? Niyə görə çətinliklər var? Bu yol nə üçündür? Bunun fərqində olmağı seçirsənsə, həyatın dəyişir. Yox, əgər sən düşünürsən ki, məntiqlə ölçdün, biçdin, falan işə girdin, falan kursa getdin və yenidən hər şeyi yenidən başlayırsan. Bunlar nədir? Psixoterapiya nə işə yarayır? Bax, bunların işinə yarayır. İnsanlar, çox insan bunu mənasız və yaxud da vaxt və pul itkisi düşünür. Amma bir insan, bu işin dərinliyini bilən bir psixoloq, psixoterapiya və bununla məşğul olan insan bu terapiyanın insanlara nə faydası var deyə düşünərək öz həyatını, öz dəyişimlə məşğul olursa və həyatında ani qanarları, bu enerjiləri bilərək, bu işarələri görərək gedirsə, demək bunu sən də gedə bilərsən və bunun üçün mən buradayım. Və bunu sən görməyə bilərsən, işarələri tutmaya bilərsən, həyatında olan karmik borçları ödəmədən həyatını təkrar eyni döngüsü və labirintini yaşaya bilərsən. Biz düşünürük ki, məntiqlə mən filan işdən çıxıb, filan kursa gedib, filan işlə məşğul olsam və yaxud da ki, bunlar yoluna düşəcək, yox. Sən bu karmanın ödənişini edəndən sonra həyatın bir başqa risk edərək bir başqa qapını açır, bir başqa yolunu açır. Sən bunu dərk etsən, sən bunu açıq olsan və psixoterapiyanın, mənim keçdiyim terapiyanın həyatını necə dəyişəcəyini, necə başqa bir qapılara, necə başqa bir insan olacağını, zaten mənim seanslarımda iştirak edən insanlar bunları görüblər, yaşayıblar. Buna etiraf etsələr də, məntiqə gəlib çatana kimi, bunu necə baş verdiyini insan dərk edə bilmir. Seansdan sonra insanların həyatı dəyişir, baxış tərzi dəyişir, həyatında başqa bir yönlər, başqa bir şəxsiyyət, başqa bir həyata keçdikləri üçün düşünür ki, məntiqli özünün bu yolu getdiyi üçün yox. Sən şuur altındakı labirintdən, şuur altında olan labirintdən çıxdığın üçün, təkrar karmaları yaşamadığın üçündür bu hadisələrin baş verməsi. Mənim keçdiyim seanslar dərin, şuur altı mexanizmləri işə salmaq üçündür. Bütün detalları yığaraq, onları aktiv edərək həyatına, sənə uyğun həyatına. Əgər sən uğurluq enerjiyə girmirsənsə, kiminsə resursunu oğurlamırsansa, bir psixoloqun resurslarını oğurlamırsansa, onda niyə var, məndə niyə yoxdur? O enerjilər əlbəttə ki, bir müddətdən sonra deaktiv olur və sən yenə də karmik borcu ödəmədiyin üçün yenidən sıfıra düşürsən, yenidən o dairəyə düşürsən. Yəni, insan terapiyalarda, mənim keçdiyim terapiyalarını təkrar edirəm. Burada ego, burada bir mənlik deyil mən deyəndə, burada bir mənim dəst xəttim var, yazdığım bir proqram var, fərdi mənə uyğun olan bir yoldur ki, bunun necə işlədiyini, mexanizmi necə işlədiyini şəxsən mənim imzamdır. Ona görə bu terapiyaları keçən insana həyatları dəyişir. Bunu məntiqli izahatını versələr də, şükür enerjisinə keçsələr də, bəli, bütün seanslarda pasientlərimin həyatları dəyişir. Nə qədər yol gediblərsə, o qədər dəyişir. Bu elə bir mexanizmdir ki, bunun həzzi, həyatın 21 və 63 gündən sonra dəyişiminin həzzini sən özün də başa düşə bilmirsən. Özün şok yaşayırsan ki, necə oldu buradan bura gəldim mən? Necə oldu bunlar dəyişərək baş verdi? Bunlar hamısı şuuraltıda enerjinin dəyişməsindən yarandı. Şuuraltıda sənin şəxsiyyətinin dəyişməsindən yarandı. Sənin vərdişlərinin dəyişməsindən yarandı. Fərqli yönə gedirsən. Bugün də mən fərqli yönə gedirəm. Həyatımın bir fərqli qapısını açıram və bunlar açılması üçün qorxun varsa, risk edə bilməkdən qorxursansa, sən durduğun yerdən həyatını dəyişə bilməzsən. Riski sevirsənsə, riskdən qorxmursansa, ən əsası qorxun yoxdursa, itirmək qorxun yoxdursa, sən daha çox qazanacaqsan. Bu enerji, həyatı idarə edən bu enerjilərdir. Və buna inanan, güvənən, nə qədər özünlə əlləşib, vuruşan, çabalayan insan varsa, o qədər yolu gedəcək. İlk öncə də onu dedim ki, biz dünyaya gələndə elə bilirik ki, yəni mən özüm üçün yaşayıram da, yəni bizim nəsillərimiz, bizdən sonra ölən, rəhmətə gedən insanların karmaları mənə işləmək mənə lazım deyil, onların problemlərini həll et. Sən istəsən də, istəməsən də, sən onların yolunu gedirsən. Sən istəsən, istəməsən də ananın, atanın, travmalarını, karmalarını həll etməsən, sən bir yola getməyəcəksin, yeni bir şəxsiyyət olmayacaq. Sən başqalarının resurslarını uğurlayaraq hər hansı bir şeylər əldə etmisənsə,
İnan ki, o elə bir dağılma, elə bir viranla o səndən alınacaqdır. Çünki sən sənə aid olmayanla məşğul idin və elə bir xəstəliklə geri dönəcək. Sən başqasının gözəlliyini əzləyə bilərsən, işini məhv edə bilərsən, həyatını alt-üst edə bilərsən, ailə, hər şeyini məhv edə bilərsən. Amma o insan yıxılmayıb, ayaqda olur və o yolu keçir. Ona daha da gözəl, daha da yüksək qapılar açılır. Bu onun əzminin sayəsindədir, öz enerjisində hər şeyi əldə etməsindən, kimdənsə uğurlayaraq, kimisə pislik edərək, kimisə quyu qazaraq bunu əldə etməyibsə, o hər zaman ən yüksək yerə gedir. Sən ona nə qədər pislik etsən, sən o nə qədər bütün qapıları bağlasan da, o daha da yüksək, sənin bağladığın qapılar onu daha da yüksək qapıları açılır. Və bunu unutmayaq, bu insanlar Allahın yüksək enerjinin qoruması altında olur. Kimsəyə pislik etmə, kimsənin arxasından vurma, dedikodudan uzaq ol və həyatın necə dəyişdiyini görəcəksən. İnsan özü-özünə pislik edir, bunu deyirlər. İnsanın ən böyük pisliyi özü-özünə etdiyidir. Kimsənin o pislik etməsinə ehtiyac yoxdur. Zaten sən başqasının qapısını bağlayaraq, həyatını bağlayaraq, sən öz qapılarını tamamilə bağlamış olursan. Seanslarda bu mövzular danışır. Həyatının başqa bir kodla, başqa bir pəncərədən baxmaq olur. Əgər bu terapiyaları boş olsaydı, bugün onlarla dəyişən həyatlar, yəni bunlar mümkünsüz olardı və bunları təsdiqini mən 14 ildən sonra fəaliyyətimin, profesional fəaliyyətim 14 və bu sahədə 24 il ərzində yaşadığım, müşahidə etdiyim, tətbiq etdiyim metodikalar, psixologiyanın içində olduğum 24 il, 25 il ərzində mən bu proqramı, bunu kəşf etməyim, bu metodikaları etməyim mənə sadəcə boş gələrdi, mənas gələrdi. Yəni, terapiya mənası başqaları kimi mənə də nə edirsən, nəyə lazımdır, nə olur ki, danışıb nə problemə, danışıb hər şey həll olunur. Düşünmədiyiniz xəstəliklər həll olunur. Şəxsiyyətin dəyişir, həyatın dəyişir, bütün proqramların dəyişir. Matrisada bunu oyananlar, bunu fərqində olanlar bilir. Sən köhnə proqramdan çıxdınsa, mütləq yeni proqram yazılmalıdır ki, sənin proqramın kompüterin işləsin. Yoxsa quruq vuracaqsan, həyatını quruqda keçirəcəksən, elə bilirsən ki, neysə dəyişdiyini zənn edirsən. Sadəcə və sadəcə vaxt keçir. O kurslarda, o işlərdə, bir işdən çıxıb bir işə getmə, kursdan çıxıb kursa, başqasının həyatına baxaraq nəyisə etmə, nəyisə manipülə. Bunlar hamısı sadəcə sənin həyatının vaxtını gedir. Vaxtsa ən dəyərlidir. Onu geri gətirmək mümkün deyil. Bunun fərqinə varmaq üçün onlarla canlı seanslar var və bunları yazın. Vaxtını itirmə. Və əminəm ki, həyatın dəyişəndə şükür edəcəksən. Birincisi Allaha, sonraki səni mənlə görüşdürən enerjiyə ki, nə yaxşı, əminəm, illərlə pasiyentlərim bu sözləri deyir. Şükür ki, qarşıma siz çıxmısınız. Əminəm ki, sənin də qarşına bu enerji çıxıbsa, bir də bunu itirməyəcəksən, bu şansı tuta biləcəksən, dərk edəcəksən danışdığımı. Əgər deyirsən, boşdur, mənasızdır, manipulyasiyadır, nədir, nə düşünürsənsə, demək, o enerjidə sən özünsən. Sən özünsən və bunun fərqinə var və bunu çıx, bundan çıxmağa çalış. Həqiqi enerji nədir? Onun həzzi hətta ən yüksək həzz alacağın maddə belə verə bilməz. Və bu həzz, elə ki, sənin həyatının hər anında hiss olunur. Hər saniyə. O isti çörək var, təndirdən çıxır. O necə həzz edir? Filan ildə yaşadığım həzz indi həzz vermir. Demək, indi həzz vermirsə, keçmişdə axtarırsan həzz verirdi, o dad verirdisə, demək, sən o həzdə deyilsən, o enerjidə deyilsən. O enerjidə olsan, o keçmişlə indikinin sənin şuur altında heç bir fərqi yoxdur. Heç bir sərhəddi yoxdur. O keçmişdəki o həzz bugün olursa, demək, sən eyni enerjidəsən, eyni pozitiv enerjidəsən, eyni həzdəsən, deyilsə, sən negativdəsən, bunun fərqinə var və bunu dərk et və bunun dərinliyinə var. Bəzən məsələn deyir, bu qədər düşünsən, bu qədər hər şey detallar tutsan, dəli olaraq, bəli, bunu risk almalısan və tutmalısan, bununla həyatını qurmalısan və budur sən işarələr ki, tutasan, həyatını dəyişəsən, həyatının hara getdiyini fərqinə varasan, nə üçün bu çətinliklərin yaşadığını, bundan çıxmaq üçün nə edə biləcəyini, düzdür, bir anlıq bir saniyə gəlir düşüncə, sonra başımız qatılır filan işə, filan problemlərə və unuduruq. Unutduğumuza görə də biz bunu tək başına çıxa bilmirik. Ancaq terapiya, bu yolu gedən mütləq insan olmalıdır ki, o başa düşsün nəyi gedir, nəyi edir. Qarşındakı insan sənə hansı yol göstərəcək və çətin olsa da gedərək sonucu işıq varsa səni ora aparacaq. Buna güvən, dəyər olmalıdır ki, sən bu enerjini tutasan. Qulaq asana hər kəsə, hər şeydə, hər kəsə təşəkkür edirəm.
Ümid edirəm sizə verilən bu enerjini tutdunuz.